Bugün yemək bişirmədim, çörək bişirdim. İndi deyəcəksiniz ki, bu qız kostyumla niyə xəmir yoğurur? Əslində qapıdan çıxa-çıxda yadıma qəşəng acımış çörək xəmirim düşdü. Bir gecə soyuducuda qalan xəmiri soba sinisinə yayıb üzərinə bol yumurta sarısı çəkirəm. Çörək yeməsəm də qara küncütü çox sevirəm. Üzərinə küncüt də səpib bu formada 30 dəqiqə gözlədirəm. Xəmir gözləyənə kimi favorit premiumun Ağşəhər filialına qaçıram. Bugün evdə yemək bişirmədiyim üçün ən rahat olan menyunu seçdim. Natural mitin tuşonka və qovurmasının dadını çox bəyənirəm. Tavaya atırsan 2 dəqiqəyə hazırdır. Keyfiyyətinə isə söz ola bilməz. Tuşonkanı öz yağında sacda bütöv fövsan soğanı və diri sarımsaqla yüngülcə qovururam. Bu dadı qurmansızsa sadəcə dadmalısınız. Hələ bişmiş soğanı demirəm. Bu ətlərdə nə əlavə duza ehtiyacı var, nə də artıq yağa. Ayrıca tavada isə qovurmanı da elə öz yağında xırda doğranmış kartofla qızardıram. Kartof qovurulan kimi qovurmanı bölüb atıram. Vəssalam, yeməklər hazırdır. Elə çörək də hazırdır. Belə dadlı yeməklərə ancaq bu boyda çörək yaraşardı. Bilmirsən çörəyi suyuna batırıb yeyəsən, ya da ətindən ləzzət alasan. Bəs siz evdə çörək bişirəndə hansı yemək ağlınıza gəlir? Ümumiyyətlə maraqlıdır, hər gün yemək bişirirsiniz? Ya həftənin hansısa günləri özünüzə istirahət verirsiniz?